Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. Yeniyavaz.com reporta istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin DTX müstəntiqinin vəsatəti əsasında Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail rayon məhkəməsində baxılıb. Məhkəmə təqdimatı təmin edib və Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb. Qeyd olunur ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev Ayır Cinayət Məcəlləsinin 278.1 hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274 dövlətə xəyanət və 193.1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur.